Hər vaxtınız xeyir olsun değerli izləyicilərim. Bugün hazırladığım belə bir gözəl, səliqəli tortun hazırlanmasını sizlərlə də bölüşmək istədim. İnşallah siz də baxıb bu videomdan yararlanarsınız. Tort xamdır, axşamdan yığmışam tort özünü səhərə qədər tutub. Bunu həmişə vurğulayıram ki, axşamdan yığılan tortların üzərində işləmək daha rahat olur. Əsasən də yeni başlayan xanımlar üçün çox əlverişlidir. İnşallah videonun alt bölümündən biskvitin hazırlama qaydasını, vanilli biskvitin hazırlama qaydasını, kremin hazırlanma qaydasını və qanaşın hazırlama qaydasını link şəklində paylaşaram. Bu qayda ilə qaymaqlı kremi çəkdim və üzərini belə spatula ilə çəkdikdən sonra şpatella hamarlayıram. Üzərindəki artıq kremi yenə spatula ilə götürürəm. Tortumuz hazırdır. Belə bir dovşandan istifadə etdim xanımlar. Bunu da qəlibdən çıxartmışam. Belə gözəl qəlibləri bütün şirni ət ləvazimatlar mağazalarından əldə edə bilərsiniz. Qızımızın adını yazdım və sonra üzərini qandurunla rəngləyirəm. Tortun üzərinə şokolad şarlar hazırlamışam. Axşamdan onlarla bəzəyəcəm. Yəni şokolad şarların da hazırlanma qaydası kanalımda var. Üç ölçülü şardan istifadə edirəm xanımlar. Yenə də deyirəm, bunun da hazırlanma qaydası kanalımda var. Sonra isə üzərinə vafli kağızından hazırladığım kəpənəklərdən istifadə edirəm. Kəpənəkləri də xanımlar özüm kəsmişəm. Şarların üzərinə isə şokoladla yapışdırıram. Eğer videomu beğendinizsə fikirlərinizi bölüşərək kanalıma destek olsanız çok memnun olaram. Allah'a emanet olun. İnşallah yeni videolarda görüşene kadar dəstəyinizi əsirgəməyin. Hələlik.